Studiyamızın qonağı Həracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsin Həracların Təşkili Şöbəsinin müdür müavini Samir Rəhmovdur. Samir müəllim, xoş gördük sizi studiyamıza. Xoş gördük Orxan bəy. Mən də sizi salamlayıram. Bütün CBS komandasını salamlayıram və dinləyicilərimizi eyni zamanda fürsətdən istifadə edib qarşıdan gələn bu müqəddəs Ramazan bayramımız və baharın, yazın təzəssüm edən Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm. Çox sağ olun, təşəkkür edirik və bugün biz məlum olduğu kimi həraclardan danışacağıq. Çox maraqlı bir mövzudur, şəxsən mənim üçün də. Elə ilk sualı vermək istəyirəm sizə. Ümumiyyətcə, Həracların Təşkili Mərkəzi haqqında istəyərdim ümumi məlumat verərsiniz ki, nə işlə məşğuldur bu mərkəz, hansı həraclar keçirir və... Orxan bəy, məlumat üçün bildirim ki, Həracların Təşkili Mərkəzi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ Dövlət Xidmətinin tabeliyində olan Həracların Təşkili Mərkəzi deməli, dövlət sifarişi əsasında dövlət əmlakının eyni zamanda dövlət hüquqi şəxslərinin bazasında yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin, dövlət nəfinə keçmiş müsadir olmuş əmlakın, üzərinə həbs qoyulmuş dövlət əmlakının, eyni zamanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarə verilməsi ilə bağlı həracların keçirilməsi və bundan savayı müvafiq müqavilə əsasında fiziki və hüquqi şəxslərin sifarişi əsasında daşınar və daşınmaz əmlakların satışı sahəsində fəaliyyət göstərən publik bir hüquqi şəxsdir. İstərdik daha ətraflı bu məsələnin öyrənək sizdən. Həracların Təşkili Mərkəzi publik hüquqi şəxsi tərəfindən keçiriləcək həraclarla bağlı informasiyanı hardan əldə etmək olar? Məlumat üçün bildirim ki, Həracların Təşkili Mərkəzi həraclar haqqında ətraflı məlumatı Əmlak Məsələ Dövlət Xidmətinin rəsmi internet səhifəsi olan Əmlak Qovası saytı vasitəsilə bununla yanaşı mərkəzi tərəfindən istifadəyə verilmiş auksion.gov.az portal vasitəsilə ətraflı məlumat əldə etmək olar. Əmlak Qovası saytında ümumi məlumatlar yerləşdirilir. Orada bildiyiniz kimi əmlakın adı, əmlakın yerləşdiyi ünvan, satış qiyməti və sair məlumatlar yerləşdirilir. Auksion.az portalı isə sistem olduğu üçün orada elektron hərrac sistemi mövcuddur. Daha ətraflı, eyni zamanda foto şərtiklər, daha geniş məlumat əldə etmək olur. Bəs kim iştirak edə bilər həraclarda? Həraclarda istənilən şəxs iştirak edə bilər. Müəyyən şərtlər var. Həraclarda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin surəti, eyni zamanda əmlakın satış qiymətinin dəyəri 10% dəyəri qədərində məbləğ ödəməklə beh ödəyir və gəlir əmlak xidmətləri məkanında orada sifariş verməklə iştirak edə bilir. Hüquqi şəxslərdə isə yenə orada isə 10% beh məbləği və hüquqi şəxsin təhsil sənədlərinin müəyyən olunmuş qaydada sürətli təsdiq olunur, təqdim olunmalıdır. Bəs Azərbaycan vətəndaşı olmalıdır, yoxsa bəli, mütləq şəkildə Azərbaycan vətəndaşı və xarici vətəndaş iştirak edə bilər. Yalnız xarici vətəndaşlar torpağın alışında iştirak edə bilmirlər. Çünki xarici vətəndaş torpaq ala bilmir Azərbaycana. Bəli. Amma digər məsələlərdə iştirak edə bilər. Digər daşınar əmlaklar, nəqliyyat vasitəsinin alışı və digər əmlakların alışında sərbəst şəkildə iştirak edə bilirlər. Bildirdiniz ki, 10% beh alınır öncədən. Bəs auksionda udmasa, həracda udmasa, həmin o behin taliyi necə olur? Orxan bəy, bildirim ki, deməli 10% beh dövlət əmlakının həraclar vasitəsi satışı qaydalarına əsasən 10% ödənilmiş beh əmlakın satış qiymətinə daxil edilir. Bu o deməkdir ki, yəni siz həracda qalib gəlsəz, məsəl üçün 10% ödəmişsiniz, yerdə qalan 90% məbləğini ödəyirsiniz. Amma sizdən savayı məsələn digər şəxslər, hansı ki həracda qalib gəlməyən şəxslər ödədikləri beh onların müraciəti əsasında 10 bank günü müddətində geri qaytarılır. Yəni geri qaytarılır. Bəli, geri qaytarılır. Çünki adətən biz öyrəşmişik ki, beh geri qaytarılmır ona görə. Yox, beh geri qaytarılır. Yəni ki, həraca gəlməsə belənsinə, ərizə ilə təqdim edib behin geri ala bilirlər. Rəqabətli davam edən formada hərrac zamanı yeni təklif minimum nə qədər artımla verilməlidir?
Həraclar bildiyiniz kimi bir nəfər iştirak etdikdə hərac əmlak elə start qiymətinə satılır. İlkin start qiymətinə. Amma 2 və daha çox şəxs olduğu təqdirdə həraclarımız rəqabətli keçirilir. Rəqabətli həraclarda hər hərac addımı əmlakın ən aşağı 1%, minimum 1% olmalıdır. Maksimum hədd yoxdur. Yəni 1%-dən çox artırmaq olar. Amma ən minimum hədd 1%-dir. 1% addımı. Başa düşdüm. Bəs həraca çıxarılan dövlət əmlakına qabaqcadan yəni necə baxmaq olar, necə tanış olmalı həmin? Həraca çıxarılan əmlaka orada yenə qanunvericiliyə əsasən elan dərc olunduğu tarixdən həraca çıxarılan əmlakla sifariş vermiş şəxslər qabaqcadan tanış olmaq imkanı yaradılır. Yəni mütləq sifariş verilməlidir. Sonra gedib canlı şəkildə əmlakla tanış ola bilər. Yalnız amma belə əyani qiyabi formada isə, yəni dediyim kimi sayt üzərindən, portal üzərindən belə tanış ola bilirlər. Məncə ən maraqlı suallardan biridir bu ümumiyyətcə şəffaflıq baxımından şəffaflıq necə təmin olunur? Necə mən bilim ki, məsəl üçün həracda iştirak edən bir şəxs kimi mənim işim, mənim iştirakım şəffaf görülür. Orxan bəy, bildirim ki, mərkəz tərəfindən təşkil olunan həraclar geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq formada keçirilir. Yəni bizdə həraclar qapalı həracı açıq formada keçirilir həraclarımız. Bu zaman bundan savayı bayaq da qeyd elədim, sifarişlər yalnız bir yerdə əmlak xidmətləri məkanında qəbul olunur, eyni zamanda elektron formada qəbul olunur. Bundan savayı həraclarda iştirak etmək üçün vətəndaşlara məmnuniyyət sorğusu paylanır ki, orada da vətəndaş öz sorğuda məsələn öz narazılığını qeyd eləyə bilər ki, məsəl üçün mən hər hansı bir neqativ haldan rastlaşdım. Onun üçün məmnun sorğu paylanılır və vətəndaş orada öz istədiyini qeyd eləyə bilir. Bundan savayı bizdə yəni geniş bu şəffaflıq məqsədindən geniş elektron xidmətlərdən daha geniş istifadə olunur. İstifadə olunur. Səməm, gəlin razılaşaq ki, bizdə hərrac o qədər də populyar bir növ deyil. Yəni ona o qədər də maraq yoxdur. Amma bu əlçatanlığın artırılması istiqamətində, onun daha da populyarlaşması hərracların, misal üçün bilirik ki, xaricdə hərraclar demək olar ki, çox populyardır və çox insanlar iştirak edir. İstənilən mövzuda, istənilən əşya üzrə daşınar, daşınmaz və s. Azərbaycanda bunun əlçatan olunması üçün, daha populyar olması üçün hansı addımlar atılır? Bu məqsədlər Orxan müəllim, deməli biz həracların daha əlçatan olması, şəffaf olması və geniş ictimaiyyətə çatdırılması üçün həracların təşkili mərkəzi publik hüquqi şəxsin sifarişi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən auksion az, bayaq da biraz öncə qeyd etmişdim, auksion.gov.az portalı istifadəyə verilmişdir, hazırlanmışdır. Bu portal deməli 7 iyul 2024-cü il tarixdən real rejimdə istifadəyə verilmişdir. Portalın əsas məqsədi odur ki, mərkəz tərəfindən göstərilən elektron xidmətlər vasitəsilə vətəndaşlar onlayn həraclarda iştirak edə bilsinlər. Yəni onlayn həraclar mövcuddur. Bəli, onlayn həraclar mövcuddur. Həmən bu auksion.gov.az saytı portalı vasitəsilə. Deməli, portal vasitəsilə biz məlumatlar daxil olunur portala. Ondan sonra fiziki şəxslər portal vasitəsilə hərraca çıxarılan lotlarla tanış ola bilirlər. Eyni zamanda tanış olduqdan sonra lotlara elektron qaydada sifariş verə bilirlər. Bundan savayı eyni zamanda onlayn hərracada iştirak edə bilirlər. Daha sonra deməli burada elektron xidmətləri vasitəsilə deməli biz auksion.gov.az portalı vasitəsilə digital login vasitəsilə deməli istifadə etmək MyGov ID vasitəsilə yəni deməli portala daxil olmaq MyGov vasitəsilə. Bəli. Eyni zamanda bizdə bir məqam da var ki, məsəl üçün heç
portala qeydiyyatdan keçməmişdə istənilən şəxs, məsələn, adi informativ formada daxil olub sayta ya portala, əmlak orada müəyyən izləmə funksiyası yaradılmışdı ki, məsələn, istənilən şəxs heç qeydiyyatdan keçmədən həracın gedişatını izləmə funksiyası izləyə bilir. İzləmə funksiyası mövcuddur. Yəni orada da göstərilir həm elektron iştirakçılar, həm canlı iştirakçılar, yəni bərabər keçilən həracı izləyə bilirlər istənilən vətəndaş. Sami müəllim, auksion keçirildi, qalib müəyyən olundu auksionun və bayaq qeyd etdiniz ki, 10% pulu artıq ödəyibdir 5 şəklində və qalan o məbləği hansı müddətdə ödəməlidir, necə ödəməlidir? Burada da yenə dövlət əmlakının həraclar və satışı qaydalarına əsasən qalib alıcılar hərac bitdikdən sonra protokol imzalanır. Protokol imzalandığı tarixdən 30 bank günü müddətində yerdə qalan məbləği ödəməlidirlər. 30 bank günü. Əgər bu müddət ərzində vətəndaş, şəxslər, hüquqi şəxs, fiziki şəxs ödəmədiyi təqdirdə belə beh geri qaytarılmır. Tam şəkildə dövlət büdcəsinə keçirilir beh. Beh məbləği. 30 bank günü müddətində yəni möhlət verilir. 30 bank günü o da deməli bizdə bank günü deməkdə yəni şənbə, bazar və bayram günləri çıxılır da orada məsəl üçün təxmini belə müəyyən 30 iş günü 30 gün belə iş günü bank günü belə eyni. Bəli. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar vasitəsilə satışı prosesinin elektronlaşması. Bayaq bildirdiniz ki, elektron hərrac var. Bələdiyyədə nə vaxt gözlənilir? Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı, torpaq müsabiqə və hərracların keçirilməsinin elektronlaşması ilə bağlı onu bildirə bilərik ki, bununla bağlı 2003-cü il 23 oktyabr 972 nömrəli fərmanla təsdiq edilmiş dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracların keçirilməsi qaydalarına müvafiq dəyişikliklər edilməklə bu da mümkün olacaq ki, yəni bu dövlət bələdiyyə mülkiyyətində torpaqların elektron hərraclar vasitəsilə satışı. Bunlarla bağlı mərkəz tərəfindən müəyyən təkliflər, qanunvericilik dəyişikliklə bağlı təkliflər təqdim edilmişdir aidiyyəti qurumlara. Hazırda nə yerdədir? Hazırda yəni razılaşma mərhələsindədir. Ona bağlı iş gedir. Yəni təkliflər verilibdir bizdən. Və sonuncu sualım, bəlkə bizim dinləyicilərimiz yaxud tamaşaçılarımız da maraqlı olar bu mövzuda. Yaxında nəzərdə tutulan hərraclar hansılardır? Bu barədə məlumat verərdiniz. Orxan müəllim, məlumat üçün bildirim ki, ən yaxın hərracımız növbəti həftə 17 martda baş tutacaqdır. 17 martda orada dövlət əmlakının balansında olan nəqliyyat vasitələrinin satışı həyata keçiriləcək. Eyni zamanda 17 martda yenə gömrük hərracından çıxarılan əmlakların satışı üzrə hərracların keçirilməsi nəzərdə tutulub. Daha sonra 1 aprel, 7 aprel, 14 aprel, 21 aprel, 28 aprel tarixində də yeni nəqliyyat vasitələrinin satışı üzrə hərracların keçirilməsi nəzərdə tutulub. Bundan savayı aprel ayında Azərbaycan Beynəlxalq Bankının balansında olan daşınmaz əmlaklar və daşınar əmlaklar, bundan savayı müsadə edilmiş əmlakların satışı üzrə hərracların keçirilməsi planlaşdırılır, nəzərdə tutulub. Bununla bağlı bir məqam qeyd edeyim ki, bəli, əmlak qovazda 30 gün qabaq, hərracın başlanmasına 30 gün qabaqdan elan verilir. Yəni artıq yerləşdirilir. Bəli, yerləşdirilir. Təşəkkür edirik sizə. Buyurun, biz sizə təşəkkür edirik. İşlərinizdə uğurlar arzulayırıq.